Рад видеть каждого из вас Hər birinizi görməyə şadam. в это воскресное утро. Bu bazar günü səhərində. И поздравляю вас с праздником весны, Sizi bahar bayramı münasibəti ilə təbrik с edirəm. праздником пробуждения. Dirilmə, canlanma bayramı vasitəsilə. Мы, как верующие, как христиане, умеем использовать любой праздник для славы Божьей, да? Biz xristianlar kimi, imanlar kimi istənilən bir bayramı Tanrının izzəti üçün istifadə etməyi bacarırıq, deyilmi? Хорошо. Yaxşı. С чего начнем? Nəydən başlayaq? Давайте начнем с телефона. Можно сделать телефоны на бесшумный режим, Gəlin telefonlardan если вы еще не başlayaq. сделали? Gəlin, hələ ki kimsə telefonunu səssiz rejimə qoymayıbsa, gəlin telefonlarımızı qoyaq səssiz rejimə. Давайте начнем с моего брата. Qardaşımdan gəlin başlayaq. У меня есть два брата, Mənim iki qardaşım var. и одного зовут Рамис. Birinin adı Ramizdir. И мы с ним очень много bеседуем Və onunla çox danışırıq, söhbət də edirik. на разные темы. Müxtəlif mövzular barəsində. От политики Siyasətdən tutmuş, до спорта. idmana qədər. Что творится в мире, Ki, dünyada baş verən şeylər, кто прав, кто виноват. kim düzdür, kim səhv. У него свое мнение, Onun öz fikirləri var, у меня свое мнение. mənim öz fikirlərim var. Надеюсь, потом он послушает это через YouTube. Və ümid edirəm ki, sonra həmən bu vəzi qardaşım YouTube vasitəsilə eşidəcək, qulaq asacaq. И он часто меня упрекает, что я невыносимый. Və tez-tez mənə öz etirazını bildirərək deyir ki, mən Что я слишком праведный, ki, mən həddindən artıq слишком Güzel. радикальный. Həddindən artıq radikalam. Да, он говорит, ну, с тобой невозможно разговаривать. Deyir ki, səninlə danışmaq mümkün deyil. О чем бы мы ни говорили, ты переводишь все на dуховную плоскость. Nədən danışsaq da hər şeyi gətirirsən, ruhani müstəviyə çıxarırsan. Он говорит, ну ты же был нормальным. Və deyir ki, sən əvvəllər normal adam idin. Ну вот так, я вот так испортился. Və bax beləcə mən korlanmışam. Да, слишком праведный. Həddindən artıq salih. И как я ему отвечаю? Və mən ona necə cavab verirəm? Я говорю, ну смотри, Və deyirəm, bax когда спортсмен идет на соревнования, ki, idmançılar yarışa gedəndə, он же идет не за серебряной медалью, да, по yəni спорту. ki, idmançı yarışa gümüş medal dalıca getmir. Он за какой медалью идет? Hansı medalın dalıca gedir? За золотой медалью. Qızıl medalın dalıca gedir. Когда студент учится в университете, Tələbələr universitetdə oxuyanda он хочет получить красный диплом, o qırmızı diplom almaq он istəyir хочет быть самым лучшим və hamıdan yaxşı olmaq в istəyir. своей профессии, правильно? Öz sənətində, deyilmi? Или бизнесмен, когда он занимается бизнесом, Və ya iş adamı işlə məşğul olanda он хочет достичь самых высших, самых высоких вершин. məqsədi ən yüksək zirvələrə çatmaqdır. Или солдат. Və ya əskər. У нас есть пословица, что плох тот солдат, который не хочет стать генералом. Və bizdə belə bir atalar sözü var ki, general olmaq istəməyən əskər pis əskərdir. Правильно? Deyilmi? Почему же, когда дело доходит до Бога и до веры, Və niyə görə bəs söhbət Tanrıya, imana gələndə нам мир говорит, будьте нормальными, будьте средненькими, dünya bizə deyir ki, normal olun, yəni ortabab olun. не будьте слишком праведными, Həddindən artıq salih не olun. нужно быть радикальными. Radikal olmaq lazım deyil. Почему? Nəyə görə? Ведь наш Бог достоин самого лучшего. Çünki bəs Tanrımızsa ən yaxşısına layiqdir. Разве не так? Məgər belə deyilmi? Какую заповедь Иисус сказал, самая первая заповедь? İsa Məsih əmrlər barəsində danışanda birinci əmr nə idi? Мне nравится слово «всем», да? Правильно. Mənim bütün sözü orada deyilən Возлюби bütün Господа sözü Бога всем сердцем xoşuma gəlir. твоим, Orada yazır ki, Allahın olan Rəbbi bütün qəlbinlə всем sev, разумением твоим, bütün əqlinlə sev, всей крепостью твоей, bütün canınla sev, всей душой твоей. bütün qəlbinlə sev. Не на 60%, 60% deyil, не быть sредненьким, ortabab bir kəs olma, но полностью. amma tam olaraq. Да. Вот как я отвечаю моему брату. Qardaşıma belə cavab verirəm. И я думаю, что нам нужно быть радикальными в любви. Və düşünürəm ki, məhəbbətdə radikal olmağımız Нам gərəkdir. нужно быть радикальными и бескомпромиссными по отношению к греху. Və düşünürəm ki, eləcə də günaha qarşı kompromissiz olmalıyıq. И смотреть на этот мир духовными глазами. Və dünyaya da ruhani gözlərimizlə И baxmalıyıq. любить Бога всем нашим естеством. Və Rəbbimizi də bütün varlığımızla sevməliyik. Да. Знаете, однажды я привел своего друга в церковь.
Bir dəfə bir dostumu kilsəyə gətirmişdim Тогда мы еще собирались в Кирхе. və o vaxtı hələ Kirxada toplaşırdıq. Да, и когда он услышал на сцене, как поет Михаил Николаевич, Və dostum səhnədən Mixail Nikolayeviçin necə oxuduğunu eşidəndə, не забыли Михаила Николаевича? yadınızdadır Mixail Nikolayeviç? Его голос. Onun səsi Ему не нужен был микрофон. və Mixail Nikolayeviçə mikrofon lazım deyildi oxuyanda. И когда мой друг, он услышал его pение, Və dostum onun necə oxuduğunu eşidəndə, он говорит, o deyir, я говорю, что происходит, что случилось? deyir, Нравится? nə oldu, xoşun gəldi? Какой талант пропадает? Və deyir ki, necə bir istedad batıb gedir. Ведь он же мог зарабатывать такие большие деньги в другом месте. И Да, начал деньги перечислять, где он может заработать. Başqa yerlərdə olsaydı elə pullar qazanardı ki. Но наш Господь достоин самого лучшего. Amma Rəbbimiz ən yaxşısına layiqdir. Но, хочу сказать, в чем-то мой брат и прав. Demək istəyirəm ki, qardaşım nədəsə düzdür. Да. И в чем, я skажу вам через несколько минут. Və Давайте nədə встанем сейчас. düz olduğunu birazdan deyəcəm. Gəlin И isə поприветствуем друг друга буквально несколько yerimizdən минут. qalxaq və bir neçə dəqiqəlik bir-birimizi salamlayaq. Хорошо, давайте займем наши места Gəlin yerlərimizə qaydaq и помолимся. və dua edək. Давайте сядем, пожалуйста. Gəlin əyləşək, zəhmət olmasa. И мы успеем еще поговорить. Və hələ vaxtımız После olacaq toplantıdan sonra ünsiyyətə, danışmağa. Давайте помолимся. Gəlin dua edək. Господь Иисус, приходим к Твоему трону благодати и милости. Rəbb İsa, sənin lütf və mərhəmət taxtının qarşısına gəlirik. Спасибо Тебе за Твою церковь. Minnətdarıq sənə, kilsənə görə. Спасибо за то, что Ты начал свою работу в наших сердцах. Minnətdarıq ki, bizim ürəklərimizdə öz işini başlamısan И Ты доведешь его до конца. və bu işi sona çatdıracaqsan. Слава Тебе, Иисус. Şükür olsun sənə İsa. И благослови сейчас это слово, Господи. İndi xahiş edirik bu sözə xeyir dua verəsən. Благослови наши уши на прием. Qulaqlarımızı qəbul etmək üçün xeyir dualandır. Благослови меня, Господи. Mənə xeyir dua ver, ya Rəbb. Потому что то, что я говорю, в первую очередь относится ко мне. Çünki danışdığım şeylər ilk növbədə özümə aiddir. Во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Аминь. Amin. Хорошо. Существует два неправильных подхода в христианской жизни к духовной жизни. Xristian həyatında ruhani həyata aid iki düz olmayan yanaşma var. Да, и не просто неправильные, а они просто разрушительные. Və nəinki onlar düz olmayan yanaşmadır, eləcə də onlar dağıdıcı И yanaşmadır. вот то, что я хочу сейчас сделать. Və indi bax bunu etmək istəyirəm. Два неправильных подхода. İki düzgün olmayan səhv yanaşma И nесколько советов, как избежать этой опасности. və bu təhlükədən qaçmağın yolları barəsində iki məsləhətlər deyəcəm. Да, Bir neçə məsləhət. практически. Təcrübi məsləhətlər. И мы воспользуемся книгой Екклесиаста. Və biz vaizin kitabından istifadə edəcəyik. Хорошо. Итак, в первых 6 главах этой книги Екклесиаста Və deməli vaizin kitabının ilk 6 fəslində Соломон, а Соломон это автор этой книги, Соломон, он экспериментирует. deməli kitabın müəllifi Süleyman o bir eksperiment aparır. Он экспериментирует над собой, как подопытный кролик. Да? Yəni ki öz üzərində bir yəni Эксперимент aparır. o eksperiment olunan bir dovşan kimi bir eksperiment, analiz aparır. Да? И он pробует все неправильные подходы. Və bütün səhv yanaşmalardan istifadə edir. Да? Он исследует себя в удовольствиях, Və özünü həzlərdə sınayır, он yoxlayır. исследует себя в bogатстве, Zənginlikdə özünü yoxlayır. познание в мудрости, Müdriklüyü, hikməti dərk etmədə yoxlayır. познание даже в глупости. Hətta axmaqlığın, ağılsızlıqda özünü yoxlayır. И вот в конце он приходит к выводу. Və sonda bir nəticəyə gəlir. Он говорит, что все впустую, Və все deyir ki, ерунда, hər şey boşdur все суета-сует. və hər şey boşdur, И вот fanidir. с 7 главы он начинает показывать правильный путь. Və 7-ci fəsildə o düzgün yolu göstərməyə başlayır. Правильный подход. Düzgün yanaşmanı И göstərir. вот наш основной ключевой отрывок. Və bizim əsas açar hissəmiz bundan ibarətdir. 7 глава, 16, 17 и 18 стихи. 7-ci fəslin 16, 17, 18-ci bəndləri. Хорошо, давайте прочитаем. Və gəlin oxuyaq. «Не будь слишком строг и не выставляй себя слишком мудрым. Зачем тебе губить себя? Не предавайся греху и не будь безумен. Зачем тебе умирать не в свое время? Хорошо, если ты будешь держаться одного и не отнимать руки от другого.
Потому что кто boится Бога, тот избежит всего того. Yazılıb ki, həddən artıq salih olma, həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən? Həddən artıq pis olma, həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən? Bir şeydən yapışmağın yaxşıdır, amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam hər ikisini tarazlayar. Итак, в этих стихах Соломон говорит, что есть серьезная опасность, Və bu bəndlərdə Süleyman deyir ki, ciddi təhlükə var, серьезное предупреждение. ciddi xəbərdarlıq var. Он говорит, зачем тебе умирать рано? Və o deyir ki, niyə görə əcəlindən qabaq öləsən? Зачем ты губишь себя? Niyə görə özünü məhv edirsən? И вот как нам избежать этой опасности, Bax, bu təhlükədən necə qaça смертельной bilərik? даже опасности? Ölümcül təhlükədən necə yaxa qutara bilərik? И вот первый совет от Соломона для нас. Beləliklə Süleymandan bizim üçün olan birinci məsləhət. Первый совет такой. Birinci məsləhət bundan ibarətdir. Будьте настоящими. Həqiqi olun. Хорошо, будьте настоящими. Həqiqi olun. Будьте реальными. Real olun. Посмотрите еще раз на 16 стих. Və 16-cı bəndə bir daha baxın. И что я сейчас сделал? С азербайджанским переводом все нормально. Və Azərbaycan tərcüməsində hər şey normaldır. Но с синодальным переводом чуть-чуть есть маленькие поправки нужно сделать. Sinodal tərcümədə isə bir neçə düzəliş etmək И lazımdır. я воспользуюсь сейчас новым современным переводом Və русского языка. indi müasir tərcümədən istifadə edəcəm. Потому что новый современный перевод, он совпадает с azerbaycanским Çünki переводом. yeni Хорошо? müasir tərcümə Azərbaycan tərcüməsi ilə üst-üstə düşür. Синодальный перевод немножко не точен. Sinodal tərcümə isə biraz uyğun gəlmir. Не будь чересчур праведным Yazılıb и ki, не выставляй себя слишком мудрым. Зачем тебе губить себя? yazılıb ki, həddən artıq salih olma, həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən? Вот, Тимур Мялим нашел современный перевод. Və Timur müəllim müasir tərcüməni tapdı. В синодальном переводе написано «не будь строгим», да? Və sinodal tərcümədə yazılıb ki, Həddindən artıq sərt olma. sərt olma Но там не yazılıb. строгим, там написано праведным. Amma burada isə yazıda yazılıb ki, salih olma. Потому что слово праведный это цадик. На иврите цадик. Это праведный. Və salih olmaq sözü Хорошо. İbrani dilində çazik sözüdür. Хорошо, Соломон говорит, не будь слишком праведным. Və Süleyman deyir ki, həddən artıq salih olma. Да, в оригинале так и сказано. Və orijinalda belə deyilir. И на всех других переводах тоже так и говорится. Və başqa tərcümələrdə də belə deyilir. А вас это не смущает? Və bu sizi çaşdırmırmı? Это стих как будто поддерживает моего брата. Və bu bənd elə bil ki, qardaşımı dəstəkləyir. Не будь слишком праведным. Ki, həddən artıq salih olma. И мы понимаем, что что-то тут не так с этим стихом. Və başa düşür ki, bu bənddə nəsə düz getmir. И, наверное, поэтому и переводчики синодального текста так и перевели, не понимали, почему слишком праведно. Yəqin ki, sinodal tərcüməni edənlər də onu başqa cür tərcümə ediblər ki, yəni bu nə demək istəyir ki, həddən artıq salih olma. Потому что в Писании мы нигде не находим, чтобы говорилось, что нужно быть только на 50% праведным. Çünki yazıda heç bir yerdə görə bilmərik ki, deyilsin ki, sadəcə 50% salih olmaq lazımdır. Наоборот, Писание говорит, стремитесь к праведности. Amma əksinə yazı deyir ki, salihliyə can atın. Что же хочет сказать Соломон под этим выражением? Bax, bu ifadə altında Süleyman nə demək istəyir? Соломон делает ударение, не будь слишком праведным, Və Süleyman vurğu vuraraq deyir ki, həddindən artıq salih olma. не будь супердуховным. Super ruhani olma. А кто были в Писании супердуховными? Bəs yazıda super ruhanilər kimlər idi? Кто? Kimlər idi? Фарисеи, правильно? Fariseylər idilər, Да. düzdür. Они были супердуховными. Onlar super ruhanilər sayılırdı. Иными словами, Соломон говорит, будь настоящим. Yəni başqa sözlə Süleyman deyir ki, həqiqi özün kimi ol. Да. Знаете, фарисейское движение, оно возникло за 2 века до рождения Иисуса Və Христа. bilirsiniz, Fariseylik İsa Məsihin doğuluşundan 2 əsr qabaq yaranmağa başlamışdı. Когда израильский народ вновь отвернулся от Бога, O vaxt ki İsrail xalqı yenidən Tanrıdan üz döndərdi. был период молчания, 400 лет, не было никого, ни пророков не было. 400 il ərzində susqunluq, sakitlik dövrü oldu, heç bir peyğəmbərlik baş vermədi. И вот эти фарисеи, они были в авангарде, они вели народ Божий к Богу. Və bu fəriseylər də həmən Tanrı xalqını Tanrıya tərəf aparan kəslər oldular. Они были классными ребятами. Onlar əla oğlanlar idilər. Да. Но что-то потом пошло не так. Amma sonradan nə isə dəyişildi, nəsə baş verdi.
они стали супердуховными. və onlar super ruhani olmağa başladılar. Настолько супердуховными, что они не распознали даже пришествие Мессии. O qədər super ruhani oldular ki, hətta İsa Məsihin gəlişini belə tanıya bilmədilər. Они ожидали этого Мессии, но когда он пришел, они не распознали его. Məsihi gözləyirdilər, amma Məsih gələndə tanıya bilmədilər И они даже что они сделали? Они Да, отправили это его да. на крест. və İsa Məsihi çarmıxa yolladılar. А как вы думаете, можем ли мы стать такими же? Necə düşünürsüz? Biz də bax onlar kimi ola bilərikmi? Есть ли опасность для нас тоже в этом? Və biz bu şeydə bizim üçün də bir təhlükə varmı? Есть, да. Var. Иисус говорит своим ученикам: берегитесь закваски фарисейской. Və İsa Məsih Берегитесь. şagirdlərinə deyirdi ki, fəriseylərin mayasından özünüzü qoruyun. Значит, есть опасность реально, что нужно беречь. Правильно? Deməli bir təhlükə var ki, Можно qorunmaq стать lazımdır. супердуховным. Ki nəticədə super ruhani olmaq olar. Знаете, Ефесская церковь в книге Деяния очень классно, супер начала. Və Həvvələrin İşləri kitabında Efes kilsəsi çox gözəl başlamışdı. Апостол Павел насадил эту церковь. Və Həvari Pavel bu kilsəni əkmişdi. Но через 30 лет Amma 30 il keçəndən sonra в книге Откровения Vəhiy kitabında Иисус предупреждает Ефесскую церковь. İsa Məsih Efes kilsəsinə xəbərdarlıq edir. Он говорит: ты стала очень супердуховной. Deyir ki, sən həddindən artıq super ruhani У olmusan. тебя есть очень много прекрасных, классных дел, которые ты Sənin делаешь. etdiyin çoxlu super, gözəl işlərin var. Но ты оставила кое-что. Amma nəyisə tərk etmisən Имея против тебя кое-что. və sənə qarşı nəsə var. Самое главное. Ən vacib olanı И это любовь. və məhəbbəti tərk etmisən. Итак, Соломон вовсе не призывает нас быть чуть-чуть праведными. Və bu o demək deyil ki, Süleyman bizi çağırır ki, biraz ruhani olaq Да, или чуть-чуть грешными. və ya biraz günahkar olaq. Но он говорит, чтобы мы не выставляли себя слишком мудрыми. Amma o bizə öyrədir ki, özümüzü həddindən artıq salih saymayaq. Почему? Nəyə görə? Чтобы вы не умерли раньше времени. Ki, əcəlimizdən qabaq ölməyək, Чтобы вы не погубили себя. ki, özümüzü məhv etməyək, üzməyək. Да. И сейчас я хотел бы, тут очень много, но несколько пунктов хотел бы дать. Как же нам распознать, что мы не слишком праведны? Və çoxlu punktlar var, amma bir neçəsini göstərmək istəyərdim ki, necə edək ki, özümüzü həddindən salih saymayaq. Да, я просто хочу дать вам направление, в какую сторону думать. Və sadəcə istiqamət vermək istəyirəm ki, hansı istiqamətdə düşünək. Мы слишком праведны, когда ругаем других за ошибки, которые мы и сами делаем. Və başqalarını etdiyi səhvlərə görə mühakimə edəndə həddindən artıq salihik, hansı ki, o səhvləri özümüz də edirik. Книга Екклесиаста, 7 глава, 21-22 стих. Vaizin kitabı 7-ci fəsil 21-22-ci bəndlər. Не на всякое слово, которое говорят, обращай внимание, чтобы не услышать тебе раба твоего, когда он злословит тебя. Ибо сердце твое знает много случаев, когда и сам ты злословил других. Yazılıbdır ki, adamların dediyi hər sözə məhəl qoyma. Onda nökərinin səni söydüyünü eşitməzsən. Çünki sənin ürəyin də yaxşı bilir ki, sən də başqa adamları çox söymüsən. Итак, исследуйте себя, как вы относитесь к ошибкам других. Və başqalarının səhvlərinə necə münasibət bildirdiyinizə görə özünüzü yoxlayın. Мы слишком праведные, когда делаем добрые дела на показ, чтобы нас похвалили. Və yaxşı işləri görünsün deyə edəndə ki, bizi tərifləsinlər nəticədə. Bax, biz o zaman həddindən artıq salihik. Евангелие от Матфея, 6 глава, 2 стих. Matta 6-cı fəslin 2-ci bəndi. Да. Когда творишь милостыню, Иисус говорит, не труби, как лицемеры. Və orada deyilir ki, yaxşılıq edərkən ikiyüzlülər kimi olma. А кто были лицемеры? İkiyüzlülər kim idi? Фарисеи. Fəriseylər idi. Вся религиозная элита. Bütün o ruhani dindar elita idi. Почему они это сделали? Nəyə Написано, görə чтобы onlar- прославляли их люди. Nəyə görə bunu edirdilər? Çünki istəyirdilər ki, başqa adamlar onları alqışlasın. Мы слишком праведны, когда требовательны к другим людям, Və чем başqa к себе. insanlara qarşı daha çox tələbkar olanda, özümüzdən daha çox tələbkar olanda, bax o zaman həddindən artıq salihik. Матфея, 23 глава, 4 стих. Matta 23-cü fəslin 4-cü bəndi. Они связывают бремена тяжелые и неудобоносимые и возлагают на плечи людям, а сами не хотят и перстом двинуть их. Və orada yazılıbdır ki, başqa insanların ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyinlərinə yükləyirlər. Özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər.
Мы слишком праведны, когда постимся или когда молимся на показ, чтобы люди видели, как я пощусь. İnsanların görməsi üçün oruç tutanda, dua edəndə bax o zaman biz həddindən artıq Чтобы люди salih увидели, какой я духовный. ki, insanlar görsünlər ki, mən necə ruhani adamam. Мы слишком праведны, когда наши стандарты праведности, они выходят за рамки Божьего Слова. Və o zaman ki, bizim salihlik standartımız Tanrının çərçivələrindən, kəlamının çərçivələrindən kənara çıxır, bax o zaman biz həddindən artıq salih oluruq. Это написано в Матфея 15 главе. Matta 15-ci fəsildə Иисус говорит, что вы упразднили закон Божий своими преданиями. Və yazılıbdır ki, İsa Məsih deyir ki, siz Tanrının 15 глава, 5-6 стихи. Matta Да. 15. Yazılıb ki, siz 6 стих. 6-cı bənddə Allahın kəlamını heç edirsiniz yazılıbdır, öz adət-ənənələrinizə görə. То есть предания стали выше, чем Божье Ki, Слово. adət-ənənələr Tanrının kəlamından üstün olublar. Мы слишком праведны, когда нами движет желание быть уважаемыми. Və bizdə əgər hörmətli olmaq istəyi varsa, ki, hörmətli olaq, hörmət etsinlər, Чтобы bizə нас bax o zaman считали мудрыми людьми. ki, bizi müdrik insanlar saysınlar, hesab etsinlər, bax o zaman həddindən artıq salihik. Матфея 23 глава 6-7 стихи. Matta 23-cü fəsil 6-cı, 7-ci bənddə. Также любят предвозлежание на пиршествах и председания в синагогах и приветствия в народных собраниях, и чтобы люди звали их учитель, учитель. Və orada yazılıbdır ki, ziyafətlərdə yuxarı başı və sinagoglarda baş kürsüləri tutmağı sevirlər. Bazar meydanlarında salam almağı, insanların onlara Rabbi deyə xitab etməsini sevirlər. Итак, вот первый неправильный подход, первая опасность. İlk Это təhlükə, ilk düzgün olmayan yanaşma budur быть супердуховным. ki, super ruhani olmaq. Знаете, вообще, если суммировать все грехи в мире, Əgər bilirsinizmi, bütün dünyadakı günahları bir yerə toplasaq, их можно разделить только на две части. ki, o günahları cəmi iki hissəyə bölmək olar. И вот первая часть – это быть супердуховным, Bax, birinci hissə super ruhani olmaq hissəsidir. быть законником. Ki, qanunpərəst, qanunşünas olmaq. Помните, как фарисей и мытарь, они молились? Yadınızdadır, fərisey və vergi yığan dua edirdi. Как молился суперфарисей? Bax, super ruhani fərisey necə Pomnite? dua edirdi, yadınızdadır? Или два брата, Və ya iki qardaş, у них один отец. ki, onların bir atası var. Один брат был очень близок к отцу, Qardaşlardan biri ataya çox yaxın idi. никогда не покидал дом отца, Ki, heç vaxt atanın evini tərk etməmişdi но он так и не узнал сердце отца. və nəticədə heç atanın ürəyini də tanımamışdı. Да. Хорошо, отсюда такой вывод. Və buradan belə bir nəticəyə gəlirik. Молодец, Соломон, спасибо тебе большое за это совет. Afərin sənə Süleyman, bu məsləhətlərə görə çox sağ ol. Теперь я понял, что не нужно быть слишком праведным. Ki, başa düşürəm ki, indi həddən artıq salih olmaq lazım Все deyil. хорошо. Hər şey yaxşıdır. Тогда я буду жить в свое удовольствие. Və o zaman öz keyfimdə Все yaşayacağam. равно же невозможно это. Ki, onsuz da bunu etmək mümkün deyil. Да. Zачем я буду стараться? Ki, nəyə görə çalışım? Тогда я буду уже искать оправдание для своих грехов. Ki, artıq nəticədə öz günahlarım üçün bəraət axtarmaqla Да. Все yaşayacağam. равно же папочка простит. Onsuz da atacan bağışlayacaq. Все же мы спасенные. Ki, biz hamımız xilas olmuşuq. Мне бы только у дверей Ki, небесного heç града. olmasa o səmavi padşahlığın qapısında da olsa oturum. Хватит мне, да. Bəsimdir. И вот Соломон, он предупреждает. Və Süleyman xəbərdarlıq edir. Нет. Ki, yox, Не делайте этого. ki, bunu etməyin. И вот второй совет от Соломона. Və Süleymandan gələn ikinci məsləhət. Первый совет какой был? Birinci məsləhət nə idi? Будьте настоящими. Ki, özünüz kimi olun. Да. Həqiqi Второй olun. совет. İkinci məsləhət Будьте праведными. ki, salih olun. Будьте праведными. Salih olun. Давайте посмотрим на 17 стих. Gəlin 17-ci bəndə baxaq. И опять я читаю с современного перевода. Və yenə də müasir tərcümədən oxuyacağam. Он совпадает с азербайджанским. Və müasir tərcümə Azərbaycan tərcüməsi ilə uyğun gəlir. Также не слишком предавайся злу и не будь глупым. Зачем тебе умирать раньше времени? Həddən artıq pis olma, həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən? И вот это есть другой неправильный подход Və budur в dуховной жизни. ruhani həyatda düzgün olmayan növbəti bir yanaşma. Вас тут ничего не смущает? Və burada sizi heç nə çaşdırmırmı? Меня очень сильно смущает. Məni çox çaşdırır.
А что значит можно чуть-чуть продаваться? Yəni ki, biraz olarmı? Что ты хочешь сказать, Соломон? Yəni Süleyman, nə demək istəyirsən? Тебе надо было сказать, вообще не предавайте злу. Və deməli idin ki, nəinki həddindən artıq pis olma, deməli idin ki, ümumiyyətlə pis olma. Да. Например, поэтому в синодальном переводе просто написано, не предавайся греху. Və buna görə sinodal tərcümədə yazılıb ki, pisliyə tərəf olma. Да? Вот нормально как бы звучит, правильно? Və normal Всё нормально. səslənir elə Но bir ki. почему-то в оригинале не слишком Amma предавайся злу. orijinalda yazılıb ki, həddən artıq pis olma. Что же хочет нам сказать Соломон Və здесь? Süleyman burada bizə nə demək istəyir? Итак, Соломон знает истину, Yəni Süleyman həqiqəti bilirdi. что нет праведника ни одного в этом мире, что все согрешили в этом мире. Ki bilirdi ki, bu dünyada salih bir kəs yoxdur. Hər kəs günah edibdir. Да. Что вся наша праведность, все наши добрые дела, это как запачканная одежда перед Богом. Ki bütün bizim yaxşı əməllərimiz, salihliyimiz Tanrı qarşısında kirlənmiş, çirklənmiş əski kimidir. Да. И Соломон, он не строит иллюзии, что если сказать не греши, и человек не будет грешить. Нет, он знает, что человек грешный. Və Süleyman özündən uydurmaq istəmir ki, əgər insana desən ki, günah etmə, o etməyəcək. Bilir ki, insan günahkardır. Да. Любой сознательный грех Və bütün şuurla edilən günahlar является глупостью. axmaqlıq sayılır. Любой сознательный грех. Şuurlu şəkildə etdiyimiz bütün günahlar bir axmaqlıqdır. Но когда человек сознательно добавляет грех к греху, Amma şuurlu olaraq insan günah üstünə günah əlavə edəndə а потом еще один грех, и еще один грех, daha bir günah və daha bir günah edəndə Соломон говорит, что это безумие. və Süleyman deyir ki, bu bir ağılsızlıqdır. Это крайнее безумие написано. bu- Это в стихе написано. Həddindən artıq ağılsızlıqdır Да. Это неразумно. və bu ağılsızlıqdır. Итак, Бог хочет, чтобы мы были не только настоящими, Və Tanrı istəyir ki, biz nəinki həqiqi özümüz kimi olaq, но чтобы мы были праведными. amma eləcə də biz düzgün olaq. И вот с точки зрения вечности, Və əbədiyyat nöqteyi nəzərindən, с призмы духовной, с призмы вечности, əbədiyyat prizmasından что мы уже праведные во Христе, правильно? biz artıq Məsihdə salih sayılmışıq, deyilmi? На кресте произошел обмен. Və çarmıqda bir mübadilə baş verdi. Иисус Христос забрал наши грехи, İsa Məsih bizim günahlarımızı götürdü а вместо этого отдал нам свою праведность. və əvəzində isə bizə salihliyini verdi. И поэтому мы уже посажены на небеса. Və buna görə biz artıq səmalarda otuzdurulmuşuq. И наши дела, они не влияют на наше спасение. Və bizim əməllərimiz xilasımıza təsir göstərə bilmir. Ни хорошие дела, Nə yaxşı əməllərimiz, ни плохие дела не влияют на наше nə спасение. də pis əməllərimiz xilasımıza təsir göstərmir. Наши имена уже записаны в книге жизни. Bizim adlarımız artıq həyat kitabında yazılıbdır. Но на кое-что наши плохие дела, они влияют Amma все-таки. pis əməllərimiz nəyəsə təsir edə bilər hər halda. Они влияют тут на качество нашей жизни тут на земле. Onlar bizim yer üzündə olan həyatımızın keyfiyyətinə təsir göstərir. Писание призывает нас освещаться каждый день. Və yazı bizi çağırır ki, hər gün özümüzü təmizləyək, Мы брали наш крест ежедневно. ki, gündəlik olaraq çarmıxımızı götürək. Но когда мы грешим, Amma biz günah edəndə а потом еще раз грешим, və и еще раз, yenə də günah edəndə, yenə də и живем этим, как сказал Соломон, безумной жизнью, və Süleyman dediyi kimi bu ağılsız həyatı yaşayanda, тогда мы теряем радость спасения. bax o zaman biz xilasın sevincini itiririk. Мы теряем мир в сердце. Biz ürəyimizdəki sülhü itiririk. Мы теряем физическое здоровье. Fiziki sağlamlığımızı itiririk. Это как blудный сын, Və bu o həmən azmış, itmiş oğul kimidir. который потерял все. O kəs ki, hər şeyini itirdi. На самом деле там два блудных сына. Və əslində isə orada iki itmiş oğul var idi. Первый блудный сын, он супердуховный, он дома. Birinci azmış oğul, o super ruhani oğul idi, evdə idi o. А второй сын, İkinci isə он вместе со свиньями уже. o donuzların yanında idi. И вот Соломон говорит, что это может даже привести к физической смерти. Və Süleyman deyir ki, hətta belə bir ağılsızlıq fiziki ölümə gətirib Он çıxarır. говорит, зачем тебе умирать раньше времени? Və Süleyman deyir ki, nəyə görə əcəlindən qabaq öləsən? Зачем? Nəyə görə? Nə üçün? И вот, что же предлагает Соломон делать с этим? Və Süleyman bütün bu şeylərin öhdəsindən gəlmək üçün nə təklif edir? Третий совет. Üçüncü məsləhət. Tretий совет от Соломона. Süleymandan gələn 18 стих. üçüncü məsləhət, 18-ci bənd. Екклесиаста.
Vaizin 7, kitabı 18. 7:18. Хорошо придерживаться первого совета и не упускать из виду второго. Birinci məsləhətdən yapışmağın yaxşıdır, amma o birisindən də əlini çəkmə yazılıb. Итак, вот, держитесь и того, и другого. Ki həm birincisindən, həm digərindən yapışın. Будьте настоящими. Ki həqiqi olun, əsl olun. Не будьте супердуховными, Super ruhani olmayın, суперфарисеями. super fərisey olmayın. И вот с другой стороны, Və başqa tərəfdən isə будьте искренне праведными. ki səmimi, həqiqi salihlər olun И возрастайте в этой праведности. və bu salihlikdə böyüyün. Хорошо, мы можем спросить Соломон, а как это вообще возможно? Və biz soruşa bilərik ki, ey Süleyman, bu ümumiyyətlə mümkündürmü? Как можно в одно и то же время быть настоящим Ki necə ola bilər ki, eyni anda həm həqiqi olaq, əsl olaq да, и в то же время возрастать в праведности? və eləcə də başqa tərəfdən salihlikdə böyüyək. И он dает ответ. Və Süleyman cavab verir. И это последний совет наш. Və bu bizim sonuncu məsləhətimizdir. Ответ находится в конце 18 стиха. Və cavab 18-ci bəndin sonundadır. Боящийся Бога избежит всех бед. Yazılıb ki, çünki Allahdan qorxan adam hər ikisini tarazlayar. Вот хороший перевод. Немножко отличается от... Yaxşı tərcümədir. Rus tərcüməsindən fərqlənir biraz. Если перевести с азербайджанского, боящийся Бога будет держать эти оба вещи в балансе. Ki yazılıbdır ki, Allahdan qorxan adam hər ikisini tarazlayar. Да, или избежит тех бед, если мы будем нарушать эти правила. Və ya bu qaydaları pozmağın bəlasından qaçar yaxşı adam, Allahdan qorxan adam. Если ты будешь бояться Бога и благоговеть перед Ним, Əgər Allahdan qorxsan, onun qarşısında благоговеть, трепетать перед Ним, yəni onun перед Словом Божьим, qarşısında titrəyişin olsa, ehtiram göstərsən почитать Бога выше всего, все то, что есть у тебя в жизни, və həyatında olan Tanrını həyatında olan hər şeydən üstün saysan тогда избежишь всех этих бед. və bütün bu bəlalardan canını qurtararsan. Тогда избежишь этой опасности быть супердуховным, суперфарисеем. O zaman bax super ruhani olmaq, super fərisey olmaq təhlükəsindən canını qurtararsan Тогда избежишь опасности нечестия. və natəmizlik təhlükəsindən qaçarsan Ты не будешь относиться очень легко к греху. və günaha çox belə asanlıqla yer vermərsən И вот страх Божий это является секретом праведной духовной жизни. və salih ruhani həyatın sirri Tanrı qorxusudur. Как мы измеряем, насколько мы выросли духовно? Və nə qədər ruhani boyatmağımızı necə ölçə bilirik? Лично я, это то, что относится ко мне, да? Və şəxsən bu mənə aiddir. Я о себе сейчас говорю. Bax, indi özümə deyirəm. Чем отличается вилаят в 2026 году от вилаята, который был в 2025 году? Və 2026-cı ildə olan vilayət 2025-ci ildə olan vilayətdən nə ilə fərqlənir? Насколько у меня возрос страх Божий? Bax, məndə Tanrı qorxusu nə qədər böyüyübdür? Насколько я отношусь трепетно к духовным, к святым вещам? Ruhani, müqəddəs şeylərə nə qədər titrəyişlə yanaşıram? Знаете, мы люди, мы такие существа, мы можем любое святое, любую духовную вещь взять и сделать его просто фамильярным, обычным. Və bilirsinizmi, biz elə insanlarıq ki, istənilən müqəddəs ruhani şeyi götürüb asanlıqla onu sadələşdirə bilərik, familiar ola bilərik. Да. Поэтому вот чем я измеряю. Bax, buna görə də mən bununla ölçürəm Насколько у меня вырос этот страх Божий. ki, məndə bu Tanrı qorxusu, Rəbb qorxusu nə qədər çoxdur, nə qədər böyüyüb. И последнее, что я хочу сказать, Və sonda demək istədiyim я этим завершаю. və bununla da bitirəcəm. И я хотел бы обратиться к тем, которые никогда не принимали Иисуса O Христа. kəslər ki, İsa Məsihi heç zaman qəbul etməyib, onlara müraciət etmək istəyirəm. К тем, которые, может быть, сегодня впервые это слышат. Və bəlkə də bugün ilk dəfə eşidən kəslər var, onlara müraciət etmək Или к istəyirəm. тем, которые будут слушать потом по YouTube. Və ya daha sonra YouTube-dan qulaq asacaq kəslərə müraciət etmək istəyirəm. Я хочу вам сказать, что если вы не принимали Иисуса Христа никогда, Demək istəyirəm ki, əgər İsa Məsihi heç zaman qəbul etməmisinizsə, я хочу сказать, что вы в огромной опасности. demək istəyirəm ki, siz böyük Я təhlükədəsiniz. не pугаю это. Və bununla sizi qorxutmaq istəmirəm. Но это то, что говорит Слово Божие. Amma Tanrının kəlamı bunu deyir. Вы в огромной Siz опасности. böyük təhlükədəsiniz.
Но знаете, есть радостная весть. Amma bilirsinizmi, xoş xəbər var. Сейчас период пробуждения, праздник весны. Canlanma, bahar bayramı dövrüdür. И это пробуждение души, этот праздник, он может быть и в вашем сердце. Və bu qəlbin canlanması sizin də ürəyinizdə baş verə bilər. Завтра, послезавтра, через неделю этот праздник уйдет. Və sabah birisi gün, bir həftədən sonra bu bayram keçib gedəcək. Novruz bayramı уйдет. Noruz bayramı keçib gedir. Но есть вечный праздник. Amma əbədi bir bayram var. И вы можете стать частью этого праздника, Və siz də həmən o bayramın bir hissəsinə çevrilə bilərsiniz. если вы примете Иисуса Христа. Əgər İsa Məsihi qəbul edərsinizsə. Еще один стих, который я пропустил. Və bir bənd var idi ki, onu buraxdım. Смотрите, Экклесиастам, 7 глава, 20 стих. Vaizin kitabı 7-ci fəslin 20-ci bəndinə baxın. Нет человека праведного на земле, который делал бы добро и не грешил бы. Yazılıb ki, doğrudan da yer üzündə elə salih adam yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsin. Поэтому я хотел бы вас, те, которые не принимали Иисуса Христа никогда, я хотел бы вас разободрить. Və İsa Məsihi heç zaman qəbul etməyən kəsləri yenidən ruhlandırmaq istəyirəm. Yox, Ruhdan salmaq istəyirəm. ruhtan salmaq istəyirəm. Ruhdan salmaq Чем? istəyirəm. Ki, nə ilə? Своей праведностью вы никогда не войдете в этот праздник. Ki, öz salihliyiniz vasitəsilə o bayrama daxil ola bilməzsiniz. Здесь Соломон говорит, что человек делает добрые дела, но и грешит, и грешит, и грешит. Süleyman deyir ki, bax, insan yaxşı işlər görür, amma əvəzində yenə də günah edir. Но хорошая новость заключается в том, что вы можете зайти на небеса, на этот праздник, праведностью Иисуса Христа. Amma yaxşı xəbər ondan ibarətdir ki, siz səmalara, həmən bu bayrama İsa Məsihin salihliyi vasitəsilə daxil ola И bilərsiniz. я хотел бы помолиться сейчас. Və indi dua etmək istəyərdim. Те, которые никогда не принимали Иисуса Христа. İsa Məsihi heç zaman qəbul etməyən kəslər üçün Вы можете пригласить Иисуса Христа в свою жизнь. demək istəyirəm ki, siz İsa Məsihi öz həyatınıza qəbul edə bilərsiniz. Вы dəvət можете edə bilərsiniz. облечься в праведность Иисуса Христа. İsa Məsihin salihliyini geyinə bilərsiniz. Вы можете быть на этом празднике вечно. Bu əbədi bayramda iştirak edə bilərsiniz. Вы можете sидеть с Иисусом Христом на Его троне, на İsa небесах. Məsih ilə birlikdə səmalarda onun taxtında əyləşə bilərsiniz. Господь приглашает вас в свою семью. Rəbb sizi öz ailəsinə dəvət edir. И вы можете помолиться в своем сердце вот такими словами. Və öz ürəklərinizdə belə sözlərlə dua edə Да. bilərsiniz. И потом вы можете сказать: Аминь. Да, Господи, я хочу. Və sonda deyə bilərsiniz ki, amin, bəli, ya Rəbb, mən istəyirəm bunu. Молитесь так. Belə bir dua edin. Господь Иисус, сегодня я услышал о Тебе, что Ты великий Бог. Rəbb İsa, bugün sənin barəndə eşitdim ki, sən böyük tanrısan, Что Ты пришел на эту землю ради меня. ki, bu yer üzünə mənə görə gəlmisən. Ты хочешь, чтобы я был настоящим. Və istəyirsən ki, mən həqiqi olum. Ты хочешь, чтобы я был Твоим праведником. Və istəyirsən ki, mən sənin salihin olum. И войди в мое сердце. Mənim ürəyimə daxil ol. Я слабый, Mən zəifəm, но вместе с Тобой я на все могу, на все Ама- способен. sənin sayəndə mən hər şeyə qadirəm. Будь моим Господом и Спасителем. Mənim Rəbbim və xilaskarım ol. Освободи меня от всех моих зависимостей. Bütün vərdişlərimdən məni azad et. Во имя Иисуса Христа молюсь Тебе, Отец. İsa Məsihin ismi ilə sənə dua edirəm, ata. Аминь. Amin. Хорошо, спасибо. Amin. Çox sağ ol.